dəstək oldu. Mənim gedəsi yerim oldu. Arxa durdu, dayaq durdu, ayrıldım. Bəlkə də gedəsi yerim olmasaydı, nə bilim, bəlkə də çıxılmaz vəziyyətdə qalsaydım, ayrılmazdım. Bilə bilmərəm ki, həyatdır. Amma qadınlar var ki, döyülür, söyülür, çırpılır, gedir anasının yanına, ata-ana qəbul eləmir, təzdən yenə göndərir ərinin evinə ki, sənin o evdən meydin çıxar. Sonra da çıxırlar verilişlərə, qızlarının nəşini axtarırlar ki, məncə əri elədi, məncə qaynanası elədi. Bax, sizə bir söz deyim, məsələn, cüzü döyülüb söylürsən, evdə problem var, söz-söhbət var. Hə, onda evdən çıxıb atavın evinə getməyi mən düzgün bir şey görmürəm. Çünki hər evdə söz-söhbət ola bilər. Ərdir, döyər də, əl qaldırar da, insandır, əsəbləşə bilər də. Onlar da indi insan, evdə atamız, anamız bizi döyür. Nə var ki burada? Amma hər gün yox da, yəni manyakcasına yox. Amma belə, uje səni o dərəcəyə çatdırırsa, canından olacaq dərəcəyə və sən valideynimin üstünə gedirsən, valideynin səni qəbul eləmirsən, mən ona heç yaxşı baxmıram. Sonra da çıxırlar verilişlərə, qızlarının şeylərini axtarırlar ki, qatil kimdir?